2015-ci il dekabrın 4-də Xəzər dənizində yerləşən günəşli neft yatağının 10-cu dərin dəniz özünündə baş vermiş güclü yanğın Azərbaycan neft sənayesi tarixinin ən ağır fəlakətlərindən biri kimi yadda qalıb. Şiddətli fırtına və yüksək dalğalar səbəbindən elektrik xətlərinin sıradan çıxması, qaz kəmərində yaranan nasazlıq və bunun ardınca baş verən partlayış faciənin miqyasını daha da böyütdü. Hadisə zamanı platformada olan 63 neftçidən yalnız 33 nəfərin xilas edilməsi mümkün olub. Qalan işçilərdən 11 nəfər həlak olduğu təsdiqlənib. 19 nəfər isə uzun müddət itkin hesab olunub. Axtarış xilas etmə tədbirlərinə Dövlət Neft Şirkətinin müvafiq qurumları, Fövqəladə Hallar Nazirliyi, Sahil Mühafizəsi və digər dövlət strukturları cəlb edilib. 2020-ci ilin may ayında Xəzər dənizində aparılan araşdırmalar zamanı daha 3 neftçinin cəsədi tapılaraq ailələrinə təhvil verilib. Faciə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük kədər və hüzünlə qarşılanıb. Həlak olanların xatirəsi hər il yad edilir. Onların ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Qəza neft sənaye təhlükəsizlik standartlarının yenidən nəzərdən keçirilməsinə, platformada risklərin idarə olunmasına və fövqəladə hallara hazırlıq sisteminin gücləndirilməsinə səbəb olub. Bugün günəşli faciəsindən 10 il keçir. Həlak olan neftçilərin fədakarlığı və əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayır. Xəzərin dalğaları altında qalan o acı gün isə təhlükəsizlik və insan həyatının prioritetliyi barədə hər kəsə ciddi dərs olaraq qalır. Dilbər Vüqar qızı, Bölgə TV.